Bugün Gəncə şəhərinin sabiq polis rəisi general-mayoru Rasim Musayevin doğum günüdür. Allah rəhmət eləsin, ruhu şad olsun. Rasim Musayev 10 iyun 1960-cı ildə Tərtər rayonunda anadan olub. Əslən Göyçə mahalının Məzrə kəndindəndir. Binəqədi rayon polis idarəsinin rəisinin birinci mavini, Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin rəisi, Daxili İşlər Nazirliyi, İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin rəisi, 2005-2007-ci illərdə Cəllabad rayon polis şöbəsinin rəisi, 2007-2013-cü illərdə isə Gəncə şəhər polis idarəsinin rəisi vəzifəsində çalışıb. 2011-ci ildən Gəncə şəhər polis idarəsi baş polis idarəsinə çevrilmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Rasim Musayevə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir. Rasim Musayev xahişi nəzərə alınaraq 2013-cü il yanvarın 21-də Daxili İşlər Nazirinin əmri ilə Gəncə şəhər baş polis idarəsinin rəisi vəzifəsindən azad edilmişdir. 2013-cü ilin fevral ayının 2-sində Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilmişdir. 3 sentyabr 2015-ci ildə Bakı şəhərində ürək tutmasından vəfat etmişdir. Mehdabad qəbirstanlığında dəfn edilib. Peşəkar polis işçisi olan Rasim Musayev uzun illər daxili işlər orqanlarında xidmət etmişdir. O, təcrübəli polis əməkdaşı olmaqla yanaşı, öz peşəkarlığı, cinayətkarlığa qarşı mübarizədə prinsipallığı, həmçinin polis əməkdaşları arasındakı şəxsi nüfuzuna görə həmişə diqqəti çəkib və yuxarı instansiyalar tərəfindən qiymətləndirilmişdir. Həmkarları və ictimaiyyət arasında böyük nüfuz sahibi olan Rasim Musayev, çoxsaylı cinayət törətmiş dəstənin aşkar edilməsi, sui-qəsdlərin, ev oğurluqlarının, qətillərin və digər cinayət hadisələrinin törədilməsində iştirakçı olan şəxslərin yaxalanmasında bir bölmə rəisi kimi xüsusi xidmətlər göstərmişdir. Bir daha Allahdan rəhmət diləyirik. Məkanın cənnət olsun.